Azərbaycan teatr sənəti bugün ağır bir itki ilə üzləşib. Əməkdar artist Vahid Əliyev uzun müddət davam edən xəstəliyin ardından dünyasını dəyişib. Bu kədərli xəbəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samir Əşrəf bildirib. Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olmuşdu. Gənc yaşlarından sənətə olan sevgisi onu səhnəyə gətirdi. O 1974-cü ildə Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmiş, ardından 1975-ci ildən etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamışdı. Səhnədə yaratdığı obrazları ilə tamaşaçıların qəlbində iz qoyan sənətçi 2011-ci ildə əməkdar artist fəxri adına layiq görülmüş. Həmçinin 2017, 2018 və 2019-cu illərdə prezident mükafatları ilə təltif olunmuş. Onun sənət yolu, səhnəyə sədaqəti və tamaşaçı sevgisi bugün də xatırlanacaq. Vahid Əliyev aktyor nəsillərinin yetişməsində də mühüm rol oynayaraq Azərbaycan teatrının inkişafına dəyərli töhfələr verib. Sənətkarın vəfatı ailəsi, sənət dostları və sevənləri üçün dərin kədər doğurub, Allah rəhmət eləsin, nur içində yatsın.